bütün Azərbaycan vətəndaşları, dünya Azərbaycanlıları qürur hissi ilə yaşayırlar ki, biz tarixi zəfər çalaraq bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini göstərdik. Qələbəni əldə edən əskərdir, zabitdir. O gedir, o sinəsini qabağa verir, o ölümə gedir və bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı heç vaxt silinməməlidir və silinməyəcək. Bizim yaddaşımızdan uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, dəmir yumruq yerindədir və hər zaman yerində olacaq. Onu da unutmasın ki, Qarabağ Azərbaycandır. 8 noyabr 2020-ci il əbədi tarixdə qalacaq. Mənə bax bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra mən atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, tapşırıq yerinə yetirildi, mərzu edir Ali Başkomandan İlham Əliyev. Suverenliyimizin bərpası tarixi hadisələrdir və haqlı olaraq bununla qürur duyur. Azərbaycan xalqı bu qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Və bugün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq.